Sizə çox möhtəşəm bir kino tövsiyə eləyəcəm. Bu kinoda inanılmaz aktyor performansları, sinematografiyada görmədiyiniz yeniliklər və həyatınızı dəyişdirəcək bir hekayə yoxdur. Hətta saydığım şeylər bu kinoda ortalamadır. Bəs onda necə olur ki, bu filmi möhtəşəm adlandırıram, hətta sizə də tövsiyə edirəm? Düzdür, bu filmi möhtəşəm adlandırmaq biraz ədalətsiz olar, amma bu filmin etmiş olduğu bir şey var ki, həqiqətən möhtəşəmdir. Və əminəm ki, mənim kimi bir çoxunuz bunu ilk dəfə təcrübə edəcəksiniz. Bu film öz içində 3 fərqli janrı bizə yaşadır. Həm qorxu filmi, həm dedektiv mistik və son olaraq da dram janrını. Düşünə bilərsiniz ki, bunu başqa filmlərdə də görmüşük. Məsələn, qorxu filmi olub ki, orada bəzi hissələrində sevgi olub və həm qorxu, həm dram olub da belə deyək. Amma bu film elə deyil. Burada bir hekayədə 3 janr birdən yaranmır. Hamısı ayrı-ayrılıqda bir-birinə qarışmadan yaşanır. Və bir janrın hissəsi bitdikdən sonra heç olmamış kimi yoxa çıxıb gedir. Bir saat 50 dəqiqəlik filmi bitirdikdə saatlarla çəkmiş, bir neçə filmi izləmiş hissiyatı yaşayacaqsınız. Nəysə, gəlin sizə film haqqında biraz danışım. Bu film spoilerlardan çox həssasdır. Sizə deyə biləcəyim